Nahid Atakişiyev'in atası Sahib Bey ve anası Rəkibe Hanım'ı dəvət edirəm. Buyurun. Bir Nahid Bey'i bir de sizden dinleyək. Onu böyüdüb boya başa çatdıran valideynlərim. Hoş gördük sizler. Siz de tebrik edirik bu güzel münasibətilə. Həm övladınızın 45 illiyidir, hem de ki 2 kitabının bir təqdimatıdır. İnşallah ki uğurları davamlı olsun. Bu sizin de en büyük sevincinizdir. Buyurun. Çok sağ olun, var olun. Allah canınızı sağlık edesin. Ben de kalmanı tebrik ederim. Hoş günlerle yaşasın. Allah razı olsun. Videolara hoş geldiniz. Yalnız hoş geldiniz. Ben bugün en hoş günümde köy yolunun adını en iyi davranışı tebrik edeceğim. Uzun ömür olsun. Allah sizi var etsin. Çok sağ olun. Allah sizi var eylesin. Allah canınızı sağ eylesin. Hangi geziciler, iştiraklarda var, ona göre valideynlerini bırak getirmiş. Ne danışmak istedim, dostum? Neyi? Ablasın her zaman meyvanlısın. Buyurun efendim. Atamla oturup söhbət edəndə qırışmış əlinə gözüm sataşdı. Nə yaman qocalıq dedim içimdə, yoxsa gözlərim mi belə qamaşdı? Sadəcə qırışan əli deyilmiş, üzünü, gözünü görməmişəm mən. Sanki düz qaməti biraz əyilmiş, necə də yayılır bunlar gözlərlə. Diqqətlə baxanda gördüm ağrısını. Diqqətlə baxanda gördüm ağrısı, gülümsər gözündə kədər var idi. Daim gizlədibmiş ürək yanğısını, amma ürəyində təpər var idi. Əvvəl can atardıq tez böyümək üçün. Məni böyüdükcə qocalıb atam. Razıyam. Atamı cavan görmək üçün körpə uşaq olan beşikdə yatan. Rəssam, mən deyim sən fırçanı yaşla. Rəssam, mən deyim sən fırçanı yaşla, anamın şəklini çəkməyə başla. Tələsmə, rahat ol, çəkmə, təlaşla. Üzünün dizgisi qoy qarışmasın. Rəssam, sən anamın ağ əllərini çək. Elə et bir dənə qırış olmasın. Saçının ağ yerində qara tellərək, elə et illərlə rəngi solmasın. Çək qaşığın kipriyinin qarasın, parlaq elə gözlərinin alasın. Köksündə məni çək, saçımı darasın. Başımdan əlləri kənar qalmasın. Şox duruşun, şox gülüşün kəm etmə. Üzündə, gözündə kədər qəm etmə. Alnını çəkəndə qırışda itmə. Var şəkildəsə yaşad olmasın. Var şəkildəsə yaşad olmasın. Allah afiyetlerine de can sağlasın. Şairimizin ilham dersi, evlatlarının anası buradadır, Aynur Hanım. Buyurun sizler de dinleyin. Nahid ederim, tebrik ediyorum.
versin. Her zaman ailesinin yakınlarını isteyenlerden sizlerden yanında olsun. Amin. Çok sağ olun Aynur Hanım. Her şairin sizin kimi ilham pərisi olmur. Evet, deyirlər şairlərin ilham pərisi xəyallarında olur, amma Nahid bəy sizin ilham pərizlərinizə şanslısınız. Allah sizin ömrü bir yastıqda qazanırsın, Allah evlatlarınızı xoş görün nəsib eləsin.